Min illərdir insan özü-özünə bir sual verir. Bizim yaşadığımız dünya həqiqətən var, yoxsa yalnız bir illüziyadır? Bu sual sadəcə elm adamlarının yox, həm də filozofların, yazıçıların, din alimlərinin və adi insanların zehnini məşğul edib. Əgər yaşadığımız dünya bir simulyasiyadırsa, onda bizim bütün xatirələrimiz, arzularımız, hətta hisslərimiz belə süni şəkildə yaradılmış ola bilər. Əgər gerçəkdirsə, onda niyə bəzən hər şey bir oyuna bənzəyir? Bu videoda dünya bir simulyasiyadır, yoxsa gerçək sualını həm fəlsəfi, həm elmi, həm də dini baxışlarla inceləyəcəyik. İlk olaraq fəlsəfi baxış. Platonun Marara allegoriyası. Ən qədim simulyasiya düşüncələrindən biri qədim Yunan filozofu Platonun Marara allegoriyasıdır. Platon deyirdi ki, insanlar sanki bir mağaranın içində zəncirləniblər və yalnız divara düşən kölgələri görürlər. Onlar bu kölgələri gerçək sanırlar, amma əslində xaricdə tam fərqli bir dünya var. Bu təsvir əslində bizim indiki vəziyyətimizi xatırladır. Bəlkə də biz də yalnız kölgələri görürük, amma gerçəyin özünü yox. Descartes və şübhə fəlsəfəsi. 17-ci əsrdə René Descartes mən düşünürəm deməli mövcudam ifadəsi ilə məşhurdur. Onun fəlsəfəsi tamamilə şübhə üzərində qurulmuşdur. Descartes soruşurdu, bəlkə bütün bu dünya sadəcə bir yuxudur, bəlkə bizi aldadan bir varlıq var. Bu sual simulyasiya nəzəriyyəsinin fəlsəfi başlanğıcıdır. Elm və texnologiya baxışı. Nick Bostrom, simulyasiya nəzəriyyəsi. 2003-cü ildə Oxford Universitetindən filozof Nick Bostrom bir məqalə ilə dünyada böyük müzakirə yaratdı. O dedi ki, 3 ehtimal var. İnsanlıq heç vaxt bu qədər güclü texnologiyaya çatmayacaq. 2. Çatacaq, amma etik səbəblərlə heç vaxt bu texnologiyadan istifadə etməyəcək. Çatacaq və saysız hesabsız simulyasiyalar yaradacaq. Əgər 3-cü ssenari doğrudursa, onda biz böyük ehtimalla artıq bir simulyasiyanın içindəyik. Çünki orijinal dünyaların sayı çox az, simulyasiya dünyaları isə sayısız hesabsız olacaq. Computer 3. Kompüter oyunları və texnologiyanın inkişafı. Düşün ki, 30 il əvvəl yalnız sadə Tetris və Mario oyunları vardı. İndi isə biz hiperrealistik 3D oyunlarda virtual reallıq eynəkləri ilə sanki həqiqi bir dünyada yaşayırıq. Süni intellekt isə insan davranışlarını getdikcə daha yaxşı təqlid edir. Bəlkə də bizim dünyamızda kimsə tərəfindən qurulmuş nəhəng bir oyundur. Bəlkə biz də sadəcə kodlardan ibarət personallarıq. Fizikanın sualları. Elmdə bu müzakirəni gücləndirir. Fiziklər deyirlər ki, kainatın qanunları sanki kompüter proqramı kimi işləyir. Kvant mexanikası. Əşyalar müşahidə olunmayanda qeyri-müəyyən vəziyyətdədir. Sanki oyunda kameranı çevirməyənə qədər qrafika yüklənmir. Riyazi dəqiqlik. Fizikanın qanunları o qədər dəqiqdir ki, sanki kimsə bunları əvvəlcədən proqramlaşdırıb. Dini və mistik baxış. Dini baxışlarda da oxşar fikirlər var. İslamda dünya bir imtahan yeri kimi təsvir olunur. Quranda dəfələrlə deyilir ki, bu dünya fanidir, həqiqi həyat axirətdədir. Xristianlıqda bu dünya keçici, ilahi, plan isə əbədi sayılır. Şərq fəlsəfəsində, məsələn hinduizmdə isə maya anlayışı var, yəni dünya bir illüziyadır. Bunların hamısı bir fikirdə birləşir. Yaşadığımız həyat tam gerçək olmaya bilər. 6. Həyatın mənası və illüziya. Əgər dünya simulyasiyadırsa, onda bizim azad iradəmiz varmı? Bütün qərarlarımız əvvəlcədən yazılmış kodlardan ibarətdirmi? Yoxsa biz yenə də öz seçimlərimizlə həyatımıza yön verə bilirik? Bu sualın cavabı hələ də bilinmir, amma bir şey dəqiqdir.
simulyasiya olsa belə yaşadığımız hisslər, sevgi, kədər, xoşbəxtlik bizim üçün gerçəkdir. 7. Əleyhinə arqumentlər. Əlbəttə bu nəzəriyyəni qəbul etməyənlər də var. Onların arqumentləri: 1. Simulyasiya üçün lazım olan enerji və texnologiya çox böyükdür. 2. İnsan şüurunu təqlid etmək bəlkə də heç vaxt mümkün olmayacaq. 3. Heç bir konkret sübut yoxdur. Bu arqumentlər simulyasiya nəzəriyyəsini hələ də mübahisəli saxlayır. 8. Nəticə: dünya bir simulyasiyadır, yoxsa gerçək? Bu sualın cavabı hələlik yoxdur. Amma bəzən sualın özü cavabdan daha dəyərlidir. Çünki bu sual bizi düşünməyə, öz varlığımızın mahiyyətini anlamağa məcbur edir. Bəlkə də biz heç vaxt həqiqəti bilməyəcəyik. Amma bir şeyi bilirik. Bu anı yaşamaq, öyrənmək və insan olmaq hələlik bizim üçün ən gerçək təcrübədir. Bəziləri deyir ki, dünya bir oyundur. Bəziləri isə bunun sadəcə gerçək həyat olduğunu düşünür. Bəs səncə necədir? Bu videoda dünya bir simulyasiyadır, yoxsa gerçək sualının cavabını araşdıracağıq. Hazırsansa başlayırıq. Dünya bir simulyasiyadır, yoxsa gerçək? Hələ də bilinmir. Amma bəlkə də vacib olan cavab deyil, sualın özüdür. Səncə necədir? Öz fikirlərini şərhlərdə bizimlə bölüşməyi unutma. Videonu bəyəndinsə kanala abunə ol və daha çox belə maraqlı mövzular üçün bildirişləri aç. Sağ olun və Allah amanında qalın.